Mən istəyirəm. Belə bir açılım etmək istəyirəm. Səndən ayrıldığına peşmandırmı? Zamansız zamana niyyət edirəm. Video nə zaman qabağınıza çıxsa, həmin zamana aiddir. Səndən ayrıldığına peşmandırmı? Ayrılıq düşünmədən ani qərarla olub, risk alıb, amma sonradan nəticəni dərk eləyib. İndi içində haqsızlıq etdimmi sualı var. Özünü sorğu-suala çəkir, vicdanı rahat deyil, narazıdır, boşluq hissi var, peşmançılıq var, amma emosiyaları içinə atıb. Sanki geriyə çəkilib. Yenidən yazmaq, adım atmaq, mesaj atmaq istəyi var. Amma qürur və nəzarət ehtiyacı onu saxlayır. Səni itirdiyini qəbul etmək istəmir. Bir kart çəkəcəm, əlavə. Çünki burada göstərir peşmandır, darıxır, geri addığım istəyi var. Geri dönüş olacaqmı? Bu peşmançılıq təkcə his deyil, real addıma çevrilə bilər. Yenidən başlamaq üçün konkret təklif, real addım, mesaj, görüş, münasibəti bərpa etmək istəyi olduğunu bildirə bilər. Adım atacaq. Əməli ilə göstərəcək. O, bu dəfə riskli romantik jestlər yox, daha ciddi sabit yanaşma düşünür. Ümumilikdə desək, peşmandır, geri dönüş fikri var. Amma bu məsələ hələ ki biraz ləngiyir. Sanki bu ayrılıq onun üçün dərs olub.